Sizə bunu tərifləmək istəyirəm. Qızlar, harda görsəniz alın düşünürəm. Cəmi 3 manatdır. Mən bunu Müjdə Shoppingdən alıram. Adı testi İranın məhsuludur. Çox gözəl qoxusu var və qalıcılığı da ki möhtəşəmdir də. Mütləq alın, aldırın. Süperdir, çox bəyənəcəksiniz. Bu qədər tökürəm. Qoxusu aləmdir, aləm. Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Bugün temizlik vlogu olacaktı. Mətbəxi təmizləyəcəyik. Her zaman ben birinci ortalığı təmizləyirəm, yığışdırıram, silirəm və sonda qabları yuyuram. Ama bu dəfə nədənsə ilk olaraq qabları yudum və sonra artıq silməyə başladım. Bu arada bəzi çaşkalarım var, stakanlarım, qablarım var ki ağarmalıdır. Çay ləkələrindən falan. Onu da araya salıb sonra eləyərəm. Keçək rəylərə. Tez suallar verirlər ki, bəs bu kranı mən hardan almışam? Yəni bu Smithili və Moykanı. Kranı Sedərəkdən bilmirəm hansı sıraydı. Oradan 170 manata aldıq. Çox yaxşıdır. İkisi birindədir. Balaca bir yer var. Oradan deməli təmiz su gəlir, yəni filtr suyu. Böyükdən isə adi kran suyu gəlir. 170 manata düşünürəm çox yaxşı qiyməti aldıq. Bəzi yerlərdə bunlar çox baha olur. Bu arada qeydiyim o qızılı hissəsi ki var, xarab olmur heç vaxt. Yəni üstündə nə istəyirsən eləyə bilərsən, asta tökə bilərsən, xlor da tökə bilərsən. Yəni ki ağarmır. Amma yenə də məsləhət görmürəm tökməyi. Elə feri ilə falan yusanız yetərli olar, məncə təmiz qalacaqdır. Və yaxud da Sperox'un mavi gücü pas kirəc təmizləyən olur. Baxın ondan təmizləyə bilərsiniz. Moykanı isə ustamızın fikri ilə biz aldıq. Yəni ki bizə buyurdu ki, bəs bu yaxşı moykadır, bunu alarsınız. Çünki mən də demişdim ki, bəs mən ağ moyka istəyirəm, sırf ağ olsun. Əgər istəsəniz yazarsınız mənə, mən sizə kontaktlarını verərəm həmin ustanın ki, siz də soruşasınız ki, hardan alınıbdır. Qiyməti deyəsən 140 manat idi. Soruşurlar ki, bəs razıyammı, ləkə falan. Belə deyim sizə, bu moyka ümumiyyətlə hər ləkəni götürür. Ümumiyyətlə çay tökdünüz, nə bilim sarı kök olsun, çuğundur ləkəsi, kök falan, bunların hamısının ləkəsini götürür. Amma təmizləmək də özümdən arxayın olub bilirdim ki, mən bunu təmizləyəcəm, ona görə bunu seçdim. Yoldaşım demişdi ki, bəs yenə düşün, fikirləş ki, yəni bir əlin elə ancaq onda olacaq ki, təmizləyəcəksən. Dedim olsun, mən o təmizliyi sevirəm, xoşlayıram əlimin altı, təmiz olsun. Ona görə dedim ki, gələ ağ alaq, çünki mən çoxdandır ki, ağ istəyirdim. Və belə deyim ki, əslində elə də çətin deyil. Sadəcə həftədə harasa 2-3 dəfə onu təmizləmək lazım olur və yaxud da sırası çay töküldü, həmin saniyə yemək lazımdır ki, heç olmaya 3-4 gündən bir təmizləyəsən. Bir xanım yazmışdı ki, bəs yazığımız gəlsin moykaya, ora silikon nəsə bir şey sərin ki, bəs qazan heyf eləməsin moykana. Amma indiyənə kimi elə bir şey görmədim, yəni bir problemi yoxdur. Ona görə silikon düzməm heç xoşuma gəlmir, ona görə heç sərmək də istəmirəm ora. 야, 여기다. 거기 있다. 나민. 저거 거기. İzləyicilərim iki hissəyə bölünür. Musiqili videonu sevirlər və musiqisiz. Çox xanım yazır ki, bəs musiqisiz paylaşın. Belə deyim də sizə, arxa fonda əgər uşaqların səsi gəlirsə, qışqırıq, bağırıq falan səs-küy çox olursa, mən orada o səsi kəsib mütləq musiqi qoyuram ki, bəs sizin də qulağınız yorulmasın da. Bilirəm, çox adam sevmir arxa fonda çox elə səs-küylü səs gələndə, belə deyim. Ona görə məcburiyyətdən musiqi qoyuram. Həm də mənim özüm də sevirəm. Həm ASMR olsun, həm arxada həzin bir musiqi və yaxud maraqlı, şən bir musiqi olsun və dinləmək onda mənə elə gəlir ki, daha rahat olur. Ona görə bəzən belə musiqilər qoyuram. Amma əgər yox, arxa fonda çox səs-küy yoxdursa, təbii ki, ASMR də sevirəm. Mənim
mətbəxim sanki bir Skandinaviya mətbəxidir. Skandinaviya stildə olan mətbəxlərdə taxta materialdan olan aksesuarlardan çox istifadə edirlər, yaşıllıqdan çox istifadə edirlər. Ona görə düşündüm ki, mən də çox bəyənirəm. Niyə də deməli bu stolun üstü belə olmasın. Usta ilə danışdıq ki, bəs belə bir şey istəyirəm mən, taxta materialda bir şey olsun, yəni heç olmaya görünüşdə bir şey olsun ya və yaxud da rəngi elə olsun. O da sağ olsun ustamız belə bir şey tapdı, dedi ki, var belə bir şey, bizə şəklini göndərdi. Bu idi, bir də bundan açıq rəngi olan var idi. Mən bunu seçdim, bunu çox bəyəndim. Sanki həqiqətən də bir ağacdır. Və təbii ki, bəzi izləyicilərim də istəyirdilər bundan. Əgər dəyişmək istəsəniz, yəni məsələn mebeliniz xoşunuza gəlir, amma stolun üstü yaxşı deyil, bəyənmirsinizsə, o zaman belə bir şey ala bilərsiniz. Bu mebelin üzərində bizə hədiyyə gəlibdi. Yəni mebeli quraşdıranda ustalar özləri belə seçim eləyirlər ki, məsələn hansı rəngi istəyirsən, gətirib üstündə qoyurlar. Mən də bunu istədim. Çox qəşəngdir. Əgər istəsəniz dəyişmək, gözəl görsənməyini istəyirsinizsə, yazın mənə, ustanın kontaktını verim sizə. O sizə də belə bir şey təşkil eləsin. Çox qəşəngdir, amma görünüşü falan hər şeyi gözəldir. Bu mini led işığı isə Temudan sifariş etdim. Plisoslar üçündür. Əgər Dyson plisosundan xoşunuz gəlirsə, amma qiyməti bahadır deyə ala bilmirsinizsə, o zaman alternativ olaraq bunu sifariş edə bilərsiniz. Mən sınaqdan keçirdim, bəyəndim. Həqiqətən də xırda tozları belə göstərir. Düşünürəm evdə körpə uşağınız varsa, əla vasitədir. Əsasən də axşamları plisoslamağı sevirəm. Axşam plisoslayıram, evi də silirəm ki, rahat yata bilək. Axşamüstü tozları daha yaxşı göstərir. Temudan sifariş etdim. Baxın, çox qəşəngdir. Bu daha qəşəng görsəndi. Əgər sifariş etsəniz, mütləq ölçülərini düz götürün. Mən məsələn baxdım orada bir neçəsinə, ölçülərində fərq var, amma ki bir ölçü olur. Məsələn mənim buradakı ölçüm baxın 13 santimetrdir. 13 də verirəm və yaxud da 12-8 yazılır. Burada 13-dür, Temuda 12-8 yazılır. Sadəcə bir ölçü olur. Məsələn bu ölçü bundan böyük, bundan balaca da belə. Yəni səhvlik ola bilməz. Mən də 13 santimetrdir dediyim kimi, amma Temuda 12-8 yazılıbdır. Yəni bu da o deməkdir ki, yəni ki 13 santimetrə gedəndir. Baxın belə oldu. İndi yuxarılarda dəyişəcəm, amma inanın ki bu daha qəşəng görsəndi. Bunlara isə siz nə fikirləşdim? Dedim ki, verərəm, kraskaladarıq və yaxud da özüm balon alaram. Sprey ilə qara rəng eləyərəm. Məsələn, nə vaxtsa qızıl rəngdən yorulsam, onu qara eləyib belə taxaram bura. Çox qəşəng oldu amma. Artikul qoyuram, əgər istəsəniz sifariş edə bilərsiniz. Bunları isə dəyişməkdə səbəbim var idi. Məsələn, baxın, əl vurmamışam, amma kraskası tökülür. Fikir verirsiniz, yəni kraskası tökülür. Yəni keyfiyyətli bir şey deyil də, yəni çox keyfiyyətsizdir. Hətta orada bəziləri var idi, kraskası demək olar ki, o gedibdi, yoxdur. Yəni heç su falan da heç bir şey vurmamışam da, sadəcə özü belə, baxın, keyfiyyətsizdir. Yəni ona görə bunu dəyişmək istədim, amma atmıram, dəmirdir. Dəmirdir, sadəcə kraskalayacağıq bunu aerozolla. İstəsəm, yəni bu qara rəngdə də istifadə edə bilərəm. Amma bunu çox bəyəndim, çox qəşəng durdu. Filter bakıxanada yerləşir və bir kraska gördüm. Baxın, rəngləri. Sadəcə düşünürəm bunu, bilmirəm bu
Nə görə olar görəsən? Bir də burada siyah kolor var. Siyah koloru tərifləyirdilər. Biləsi var. Renkləri də bir dənə göstərim. Sahana renkləri. Burada da. Ama belə bir şeydir. Bir kraska götürdüm. Max ilk dəfə də alıram. $4.99'a Clea var. Yəni burada ama çox şey var. Burada təmizlik vasitələrinə baxın. Mən bizə belə göstərim. Mən bura təzə açılanda gəlmişdim. Biraz qiymətlər yüksək idi. Amma indi baxıram çox qəşəng qiymətlər qoyublar. Həm də baxın çox şey var burada. Deməli mən istirdim sprey alım, saç spreyi. Baxım görüm hansı yaxşıdır. Götürərəm. Baxın belə bir şey də var. Sante saç spreyi də bu zədələnmədən qorunmaq üçün. Bioblast da var. Saç yağıdır. Argan bakım yağı böyle bir şeydi. 7.69'du da yəqin ki qiyməti. Sonra Elsev var. Sonra bu 14 manatdır. Bioksin besleyici yağlar. Böyle bir şey var. Full Care yerləşir deməli Razin'də, yəni Bakıxanovda, Fakçıqanın üzbəüz ora girmişdim. Deməli qiymətlər çox yaxşıdır orada. Ucuzdur, hər şey çox ucuzdur. İndi göstərəcəm sizə nə almışam. Amma orada bir şey heç bəyənmirəm də. Ümumiyyətlə istər ora olsun, istər başqa mağazin olsun. O ki sən gəzirsən, rahat özün üçün baxıb nəsə götürmək istəyirsən, satıcılar ya sən arxanca düşürlər, gəlirlər, əməllicə baxırlar. Hətta bir xanım orada mən şey axtarıram, nədir bu araba ki bunları yığmaq üçün. Məni oradan sanki güdürdü ki, görüm mən nə edirəm, hara gedirəm əlimdə işlərinə. Bir iki dənə şey götürmüşdüm əlimdə ki, səbət axtarıram. O da məni güdür orada. Təzə xanıma çağırdım. Yəni gördüm ki, mən səni görürəm də, məni izləyirsən. Qayıtdım dedim ki, xanım səbətiniz hardadır? Mən xoşlamıram elə şey. Düzdür, başa düşürəm. Oğurluq məqsədi ilə elə yerlərə girənlər var. Amma o boyda satıcılar var orada. Hərəsi bir bölmədə dursalar, yəni məncə oğurluq falan da olmaz. Məcbur deyilsiniz. Yəni o xanımlara deyirəm də, yəni məcbur deyirlər ki, yəni mütləq müştərinin arxasınca hərrənib narahat eləmək. Bilirsiniz, yəni almaq istədiyimi də unutdum. Hətta bəzi şeylər var ki, almaq istəyirdim, o almadım, çıxdım. Yəni o dərəcədə insanı güdürlər. Amma xoşlamıram belə şeyi. Ona görə yarımçıq çıxdım, hər şeydən götürmədim də ehtiyac olan şeyləri. Neyse, aslında bir de orada şey var, kosmetika bölməsi, hansı ki xırda şeyler çoxdur. Aslında orada bir dənə də olsun satıcı yox idi. Yəni bizi güddüklərinə, yəni tək məni yoxdur, orada başqa xanımları da izləyirdilər. Bizi güddüklərinə, yəni məncə öyle kosmetika dilində dursalar, kassada məsələn satıcı yox idi, hamısı düşüb bir tərəfə. Mən xoşlamıram elə yer, baxmayaraq ki, orada qiymətlər çox münasib idi. Yəni buna baxmayaraq mən ora bir də getməyəcəm. Həmin o Full Care-ə. Yəni buradan deyirəm, əgər izləyənlər varsa, oradan satıcılar məni çox xahiş edirəm, belə şeylər eləməyin. Həqiqətən də insanı itələyir ki, yəni sən bir daha bura gəlmə. İnsan özünü itirir. Mən oradan çox şey götürəcəydim, amma bu izləmələrə görə mən artıq oraya heç girmək də istəmirəm. Nəysə, Akordun bu safikalarını çox bəyənirəm. O safika deyirəm, hemaçalkalarını çox bəyənirəm. Ona görə götürdüm. 99 qəpik idi deyəsən. Sonra belə bir kraska gördüm. Əslində mən ora kraska almağa girmişdim ki, saçımın dibləri çıxıbdı ucu. Belə bir şey gördüm. Bilmirəm nə dərəcədə qəşəng olacaqdı. Baxıram rəngi gecəydi. Baxın, tünd rəngdə, baxın, belə açıq, belə rəngdə olur da qırmızı. Əsl mən istəyən rəngdir. İndi görək yaxşı mı olacaqdı. Bu deyəsən 5 manat idi qiyməti. Bir sprey götürdüm, otaq spreyidir. Saç spreyi götürdüm, keratinin. Bir də yağ istirdim götürmək. Baxdım rahat marketdə endirimdədir 8 neçəyə. O Pantene yağına mən ondan istifadə edirəm saçımın uclarına. Birəsini götürdüm. Yəni qarışıq edirəm də həm sprey, həm də yağ. Full Care-dən bunu götürdüm, amma yağı deməli rahatdan götürəcəm. Bunu götürdüm. 2 manat idi deyəsən, qiymət yadımdan çıxdı. 2 dənə corab götürdüm. Bu da mənim bazarlığım Full Care-dən.